hansı kafeyə baxırsan, ofisant qız tələb olunur. Hansı mağazaya baxırsan, satıcı qız tələb olunur. Nə oldu ala, ölkədə elə hamısı qız istəyir işçi. Ola kişiyə çörək verər də, oğlanları götürün də işə. O qədər qızları işə götürürsünüz ki, qızların maaşı, qızların pulu qalxıb limitə, kişilərin maaşına baxırsan, heç nə yoxdur maaşları. 500-600 maaş, qız 1000 manat maaş alır, kişiyə pis baxır. Belə bomba oğlansan, kişiyə iş ver də. Ofisant kişini çağır işlət, satıcı kişini çağır işlət. Amma sənin məqsədin bilsən nədir? Sənin məqsədin oldu ki, qız gəlsin, ofisant işləsin, orasını burasını atsın, klientlər də gələndə o qızın dalına baxsınlar. Sən güya o qıza çörək pulu verməyə çağırmısan ki onu. İşçi qız götürməyimizin səbəbi oldu ki, ölkədə o qədər yanıq var ki, bilirlər ki, ətir satana qız götürürlər. Ətir satana oğlan götürdü, oğlan satanmaz o ətiri, satar. Sənin ətrivi gəlib alsınlar da, malıva gəlib alsınlar. Qızın dalına baxmaq üçün girməsinlər də sənin obyektivə. Gəlirlər yanıq kərəmlər, 2 bakal pivə içirlər, qız da göbəyi açıq, dalı dar paltarda, qızın dalına baxdılar, həfso. Nə oldu ki? Kişiyə çörək pulu verməlisən, kişiləri yanıva çəkməlisən, cavan oğlanları yanınıza çəkib iş verməlisiniz ki, qoy onlar evlərinə çörək pulu aparsınlar.